Bu fəsildə insanlara immunitetlərini artırmaq üçün, bu infeksiyadan qorunmaq üçün nə məsləhət görərdiniz? Həm cavabımı eşitsələr, eləsələr heç qrip olmazlar. Olarlar, bir gün olarlar. Qripin müalicəsini anam öyrədib mənə. Mən ondan bəri neçə illərdir insanları, özüm indi olmuram təbii ağrıya görə. Olanda da bir gün olardı, ikinci günə keçməzdi. Qripi müalicə eləmək üçün bu gün nə etmək lazımdır? 2 saatdan bir buruna soğan suyu tökmək lazımdır, çay qaşığında. Əgər uşaqdırsa, körpədirsə, ona suya su əlavə eləmək lazımdır. Böyükdürsə, təmiz halda tökmək lazımdır 2 saatdan bir. 2 saatdan bir qaşıq, çay qaşığı bal sormaq lazımdır ağızda. Ki, o qoymasın inkişaf eləməyə. Virusları. Bir diş sarımsaq səhər, birini günorta, birini axşam yemək lazımdır. Onun yeməkdə çətini çəksən, doğrayırsan, qaşıqla udursan, üstündən də cəfəri və su içirsən, iyi qoxu gəlmir ağızdan, yəni ağız boşluğuna sarımsaq dəymədiyi üçün. Sonra Periktis götürürsən, ondan 2 xörək qaşığı bir stəkan suya qatırsan, onunla qarqara edirsən. Bəzi adamlar təmiz halda deyirlər. Onu buruna damızdırırsan, o virusları məhv edir. Çay sodası götürürsən, o sodanı həll edirsən və içərisinə bir 5 damcı yod əlavə edirsən, onunla da qarqara edirsən. Sonra sulu xəncər və yaxud da ki, əvvəlliklə istəyib pişirtdirirsən, pişirən olsa. Onu yeyirsən, yeyəndən sonra da qırmızı moruq mürəbbəsi ya zoğal mürəbbəsi ya əlinə nə keçirsən, ondan çoxlu içirsən, çay dayanmadan bitki çaylarını içirsən. Sonra səni tərs su aparır. Gördün ki, yox, bunu da eləyənmədin, bir əlinə tutsa bir kartofu qabaqlı doğradırsan, qazana tökürsən, qaynadırsan. İçərisinə də olan bir çoban yastığı, daz otu, nəyə var o əlavə edirsən içərisinə. Onun qaynayanda hamam dəsmalını salırsan, başına onun parıyla nəfəs alırsan. Burada nə var tökür, nə var tökür. Və sonra girirsən, yorğanı çəkirsən başına, başını da bağlayırsan. Səhərə qədər yarım litre su gedir və səhər dur görürsən, heç nə yoxdur. Virus yoxdur, bitdi. Mümkün deyil, ikinci günə keçsin. Bu mənim insanlara verdiyim məsləhət eləsinlər. Görsələrsə, indi biraz gecikiblər, haradasa onların ya frontit yaranıb, ya qaymorit yaranıb, çirk yaranıb, daim çirk kəsmir. Onu da gələcəklər Doktor Seyfəddin klinikasına, gül kimi təmizləyəcək, çıxıb rahat gedəcəklər, baş ağrısından da azad olacaqlar, qaymoritdən də frontitdən də.